Ya Allah, Allah hər birimizə bax belə gözəl evlərdə yaşamağa qismət eləsin inşallah. Dəyərli izləyicilərimiz, evlərinizi məndən belə alsaz bu gözəlliyə inanmırsınız. Təmir və tikintini yoxlatdırmamış evlərinizi almırsınız. Gəlin indi sizlərə yavaş-yavaş bu meşəliyini göstərim. Şuvalandayıq deyəcəm də, nə olub ki? Niyə tələsirik? Şuvalandayıq dəyərli izləyicilərimiz, yola yaxın bir dənə ev təqdim edirəm sizlərə. Gördüyünüz kimi hovuzu 6 metr uzunluğunda, 3,80 enində, 1,60 dərinliyində. Evin qarşısında verandası. Daxil oluruq 150 kvadratlıq. Bu evə 3,2 sotun içində yerləşir. Evin ümumi sahəsi 150 kvadrat metrdir. Tam isti döşəməlidir. Ziyarətgahı çoxlarınız tanıyırsınız. Ziyarətgahın yaxınlığında yerləşir. Tavanın hündürlüyü 3,30-dur. Burada mətbəxi 30 kvadratlıq bir mətbəxdir. Qarşısında verandası. Gözəl, almağa dəyər bir evdir. İşıqlı evdir maşallah. Gəlin də bir-bir başlayaq. Hamının ümumi istifadə edə biləcəyi ümumi sanitar qovşağı. Burada yataq otağı 22 kvadratlıq. Ev tam isti döşəməlidir. Burada gördüyünüz kimi 20 kvadratlıq yataq otağı və burada valideyn otağı dediyimiz otaq 25 kvadratlıq özünün sanitar qovşağı ilə. Qiymət gəldiyi əsas məsələyə hamının yaralı yerinə bəlkə də orada yazıblar qiymətini. Qiyməti 248 min manat startdır. Məndən soruşsaz bu fürsəti dəyərləndirin, çox videoya baxmayın. Durun gəlin bu evi alın. Özünüzdən müğayət olun, ruzunuz bol, canınız sağ olsun, kanalıma abunə olub, like etməyi unutmayın. Hələlik.